Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz. Kanalıma ümidvaram ki, yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Həftəlik açılımla qarşınızdayım. Gəlin baxaq görək. Üzümüzə gələn həftə bizi nə gözləyir, nə yenilik olacaq? Həftəmiz monoton mu keçəcək, yoxsa dəyişiklik olacaqmı? Buna baxaq. Kimin üçün vaxt az oldusa, dəstəni qoyandan sonra seçməkdə çətinlik çəkirsinizsə, ya videonu saxlaya bilərsiniz, saxlayandan sonra seçə bilərsiniz və yaxud da ki, başqa vaxt baxa bilərsiniz bu videoya. Ola bilsin ki, həmin anda sizin, necə deyim, yəni kart seçimində düşünürsünüz ki, mən kart seçə bilmirəm də, yəni seçməkdə çətinlik çəkirəm, bilmirəm hansı dəstəni seçirəm, düzdür, üzərinə indi nəsə qoyacam mən. Ağlıma gəldi ki, siz üzərinə nəsə qoyanda daha yaxşı seçirsiniz. Amma hər dəfə belə olmayacaq da, arada bir belə eləyə bilərəm. Üzərinə bir şey qoyaq ki, seçməkdə daha rahat olasınız. Amma hiss eləyirsinizsə ki, o motivasiyada deyilsiniz, dəstə seçimində özünüzü uğurlu hesab eləmirsiniz və yaxud da ki, hiss eləyirsiniz ki, bugün mən bu videoya baxmamalıyam. Biraz danışmam uzun ola bilər, amma hiss eləyirsinizsə ki, bugün mən bu videoya baxmamalıyam, özümü yaxşı hiss eləmirəm, onda baxmayın, başqa bir vaxt baxarsınız. Çünki mən çəkdiyim videolar, düzdür, həftəlik açılıma aid deyil, amma başqa videolar zamansız zamana niyyət alınır. Amma bu, üzümüzə gələn həftəyə niyyət alındığı üçün, ona görə 1-2 gün sonra baxa bilərsiniz. Yəni, sizin üçün necə rahatdırsa. Həmin günü düzdür, seçim eləsəz daha yaxşı, amma seçim eləyə bilmirsinizsə də, bu da sizdən asılı olan bir şey deyil. Belə, çox danışdım, nəfəsim kəsildi. Birinci dəstəni kim seçibsə, gəlin baxaq görək, üzümüzə gələn həftə sizi nə gözləyir? İstər maddiyyat olsun, iş olsun, istər sevgi həyatı olsun. Baxaq görək, nə yenilik olacaq? Birinci sıramız olacaq iş, maddiyyatla bağlı. Görək, sizi bu həftə nə gözləyir, üzümüzə gələn həftədə və sevgi həyatında nə gözləyir, buna baxaq. Belə bir şey eləyəcəm, xanımlar, ki, izləyənlərin çoxsu xanım olduğunu. Həftəniz hərəkətli keçəcək, yoxsa sakit olacaq. Bir dənə bu kartı. Bir dənə bu kartla mən deyəcəm ki, həftəniz hərəkətli keçəcək, yoxsa sakit olacaq. Hərəkətli bilsiniz nə deməkdir? Yəni, bir insanın addım gözləyirsünüzsə, gələ bilər və yaxud da ki, bir işdən təklif gözləyirsünüzsə, gələ bilər və yaxud da ki, tamam tərsinə də, yəni, ola bilsin ki, kart onu göstərəcək ki, hərəkətsiz olacaq da. İndi onu sizə deyəcəm mən. İş həyatı ilə bağlı. İş həyatınız, belə deyim, çox qəşəng görünür, çox qəşəng görünür. Əgər kimsə sizə işlə bağlı nəsə bir söz veribsə, nəsə bir şey eləyəcəyini deyibsə, mütləq formada bu insan bunu eləyəcək. Əgər eləmirsə, siz düşünməyin ki, bu insan nəsə çıxarına görə eləmir bunu və yaxud da ki, eləmək istəmir deyə düşünməyin. Çünki adam ola bilsin ki, sizin ən yaxın, bəlkə də siz onu ən yaxın insan kimi bilmirsiniz, amma o insanın sizə qarşı olan duyğuları, çox qəşəng bir duyğuları var. Qız da ola bilər, oğlan da ola bilər. Yəni, duyğular deyəndə o da ki, sevgi nəzərdə tutmayın. Yəni, sizə qarşı çox xoş bir duyğulardadır bu insan, yəni sizi çox istəyir, sizin xətriniz onun üçün əzizdir. Əlindən gələn bir şey eləmək istəyir ki, 8-li bir zamanda bu işinizdən sizə xəbər gəlsin. Baxın, 8-li bir zamana diqqət edin. 8-li bir zamanda bu işdən bir xəbər gələ bilər. Çünki bu insan çox çalışır. Bu insan əlindən gələn hər bir şeyi eləyir. Və yaxud da ki, ola bilsin ki, bu insan sizə maddi dəstək göstərə bilər. Bunu da eləyəcək. %98% demək olar ki, çünki 8-lər daha çox çıxdı. %98% demək olar ki, bu insan sizə həm iş baxımından köməklik eləyəcək, həm də ki, maddi dəstək göstərə bilər, köməkliyinizdə dura bilər.
maddi, mənəvi hər bir tərəfdən sizə kömək olacaq bu insan. Çox qəşəng kartlarınız çıxdı. Sizi təbrik edirəm. Yəni çox qəşəng. Gəlin baxaq görə sevgi həyatınızda elə olacaqmı? Əslində belə bir şey deyim. Ola bilsin ki, sizin işinizi düzəldən insanla sizin şəxsi həyatınızda olan insan eyni insan ola bilər və yaxud da ki, olmaya da bilər. İndi izləyənlər çox ola bilər deyə mən hər bir formanı deyirəm ki, kimə necə uyğundursa onu da alıb qəbul eləsin. Əlindən gələni eləyən bir insandır. Sevgi həyatını, yəni işi qoyduq bir kənara. Sevgi həyatında əlindən gələni, sizin üçün əlindən gələni hər bir şey eləyən bir insandır. Sizi biraz ola bilsin ağladıb, sizi pis düşüncələrə qərq eləmiş ola bilər. Yəni sizi pis eləmiş ola bilər. Siz misal üçün bu insana görə göz yaşı tökə bilərsiniz, amma bu insanın sizə qarşı duyğusal hissləri var. Duyğusal addımla da sizə doğru irəliləyəcək. Çünki adamın düşüncəsində, ağlında olan sizsiz, yəni hər tərəfli olaraq sizi düşünür. Bəzi mövzularda yalan danışa bilər bu adam. Məsəl üçün, bəzi hadisələr baş verir ki, həyatınızda ona nisbətən məsəl üçün, hiss edirsiniz ki, o insan düzdür, sizi sevir, sizin üçün ölür və yaxud da ki, sizə qarşı duygusal hissləri daha üstündür. Amma buna baxmayaraq bəzi hallarda yalan danışa da bilər. Bunun da ola bilsin fərqindəsiniz. Fərqində olmasanız belə, yəni bilin ki, bu insan bəzi mövzularda sizə yalan danışır. İndi yaxşısını deyirik, pisini də deməliyik də. Amma sizə görə hər bir addımı ata biləcək bir insandır. Siz də eyni ilə onun üçün, o insan üçün hər bir addımı ata bilərsiniz. Hər bir hərəkəti eləyə bilərsiniz. Misal üçün, siz o insandan küsdünüz və yaxud da o insan sizdən küsdü, üz döndərdi. Sizin səhviniz var da burada. Siz onun qapısına gedib o insanı evdən çağıra biləcək bir insansınız və yaxud da ki, saatlarla o insanın qapısının ağzında yata bilərsiniz, belə bir şey deyim. Yəni o insanda sizə qarşı duyğusal hisslər var. Sizin də o insana qarşı duyğusal hissləriniz var. Amma bəzi hallarda da sizi ağladır, pis eləyir. Gəlin baxaq görək. Ümumiyyətlə sizin həyatınızda istər iş olsun, istər sevgi həyatı olsun, hərəkətli mi keçəcək, yoxsa daha sakit mi keçəcək? Siz özünüz çıxdınız. Çox qəşəng kartda bilirsiniz. Ümumiyyətlə sizin iş həyatınızda qəşəng çıxdı. Sevgi həyatınızda qəşəng çıxdı və burada da özünüz çıxdınız. İstər iş olsun, istər şəxsi həyatınız olsun, fərqi yoxdur. Siz istər işdə olsun, istər şəxsi həyatda olsun, daha üstün bir təbəqəsiz, daha üstün sözünü deyə biləcək, özünü hörmət edən bir xanımsınız. Siz istəsəz sizin həftəniz daha da rəngarəng və yaxud da daha da hərəkətli keçə bilər. Yəni bu sizin özünüzdən asılıdır. Yenə deyirəm, qulaq astınızda yəqin ki, başdan əvvələ qədər iş həyatınız olsun, sevgi həyatınız olsun, siz daha çox idarə edirsiniz bunu və siz daha önəmli, vacib bir insansınız. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox qəşəng çıxdı, xoşuma gəldi. Baxaq görək, ikinci variantı seçənlər. Sizdə nə görünür? Son vaxtlarda daha çox danışanda təngə nəfəs olduğumu hiss edirəm. Eyb yoxdur. Baxaq görək iş və maddiyyat nə göstərir sizə? Birinci sıra iş, maddiyyat, təhsil də ola bilər, fərqi yoxdur. Birinci variantda mən daha çox təhsil görmədim. Ola bilsin ki, siz abituriyentsiniz, amma təhsil sizin üçün ikinci plandadır. Oxusaz belə, yəni iş həyatınız sizin üçün daha ön planda olduğu üçün mən birinci dəstədə təhsili görmədim. Və görək sizin həftəniz hərəkətli keçəcək yoxsa yox. Birinci başlayırıq iş və maddiyyatla. Aha. Baxın. Bəzi mövzular var ki, sizi çox əsəbləşdirir, sizin çox qanınızı qaraldır və yaxud da ki, nəsə agresiyalaşdırır. Siz daha belə, ola bilsin ki, ümumiyyətlə sizin xarakterdə də göstərmiş ola bilər ki, siz belə işinizdə daha möhkəmsiz,
daha tutduğunu qopardan bir insansınız. Bunu da göstərə bilər. Bəzi hallarda özünüzə çəkilirsiniz. Öz tənhalığınıza çəkilib düşünməyə daha üstün tutursunuz. Maddi tərəfdən biraz sizi aşağı vəziyyətdə görürəm. Misal üçün işləyirsiniz və işlədiyinizin qarşılığını almış kimi düşünmürsünüz. Daha çox işləyirsiniz və daha az maaş alırsınız. Belə ola bilər. Bəzi hallarda yenə deyirəm, baxın, bəzi hallarda siz daha çox özünüzə çəkilirsiniz, daha çox düşünürsünüz, nəyi necə eləyəcəyinizi düşünürsünüz və tapa bilmirsiniz və bunun üçün də aqressiya göstərirsiniz, çox əsəbləşirsiniz, qısqanclıq da ola bilər burada. Misal üçün işinizdə siz və başqa bir insan daha çox önəm verilir və siz qalırsınız ikinci planda. Bunun qısqanclığını da yaşaya bilərsiniz. Belə deyim də, çox oturuşmuş, işini, gücünü bilən bir insansınız. Daha çox əldə eləməyi sevən bir insansınız. Daha çox pul qazanmağı sevən bir insansınız. Daha çox pulunuzun olmasını sevən bir insansınız. Və bunun qarşılığını görmürsünüz. Özümüzə gələn həftədə də bunlar yaşayacağınız görünür. Yəni, ola bilsin ki, siz ikinci planda qalasınız. Siz maaşınız kəsilə bilər. Necə kəsilə bilər? Məsələn, sizə daha üstün bir maaş deyərlər, amma onun daha alt qatını ala bilərsiniz. Çünki burada mən sizi özünüzə çəkilmiş bir vəziyyətdə görürəm və biraz da maddi tərəfdən aşağı görürəm. Çox belə dibə düşmüş yox. Maddi tərəfdən biraz aşağı formada görürəm. Başa düşdünüz? Yəni, bu bizim üzümüzə gələn həftədən söhbət gedir. Baxaq görək sevgi həyatında nə görünür? Sevgi həyatında belə deyim ki, bəziləriniz yeni bir tanışlıqla qarşılaşa bilərsiniz, yeni bir insanla tanış ola bilərsiniz, yeni bir piləkənə addım ata bilərsiniz və yaxud da ki, həmin bir insan və onunla başqa bir yöndə tanışlıq göstərə bilərsiniz. Bir günəş kartı göstərir ki, bəzi istəklərinizin, arzularınızın yerinə yetməsi görünür. Ulduz kartı da onu da göstərir ki, hansısa bir arzunuz var ki, sizin böyük arzudan söhbət getmir də, təbii ki, çünki bir həftəlik bir açılımda axı. Yəni, kiçik bir arzunuz var ki, həmin insanla bağlı. Həmin o şeyin həyata keçməsi görünür. Burada Qoç sir oxatan bürcündən bir insanla kiçik, çox cüzi bir addım görə bilərsiniz. Bu nə deməkdir? Yəni ki, həmin insanla siz barışma gözləyirsiniz, amma ola bilsin ki, sizin profilinizə baxar, onun profili görünər, siz görərsiniz ki, sizin profilinizə baxar və yaxud da ki, nə bilim, nəsə bir status paylaşarsınız, ona like atar, yəni bunu görərsiniz. Çox kiçik bir addımlar görə bilərsiniz həmin sevdiyiniz insandan. Siz onun üçün önəmli, vacib bir insansınız, düzdür? Amma burada tam olaraq addım yox, kiçik addımlar görə bilərsiniz həmin insandan. Yəni burada sadəcə bir həftəlik bir müddəti göstərdiyi üçün mən tam olaraq sizə deyə bilmirəm. Gəlin baxaq görək, həftəniz hərəkətli keçəcək, yoxsa sakit olacaq. Çox qəşəng. Çox qəşəng. Baxın, bu nə deməkdir? Sevdiyiniz insanla barışmağı deyirsinizsə, barışacaqsınız. Sevdiyiniz insandan hədiyyə gözləyirsinizsə, alacaqsınız. Sevdiyiniz insanla sevgi təklifi gözləyirsinizsə, bunu da alacaqsınız. Və yaxud da ki, iş təklifi gözləyirsinizsə, yeni bir başlanğıclar deməkdir. Yəni, bu kart o deməkdir ki, yeni bir başlanğıca addım atacaqsınız. Yeniliklər olacaq. Daha danışa bilmədim. Yeniliklər olacaq həyatınızda. Yeni bir şey eləyə bilərsiniz, özünüz qura bilərsiniz və yaxud da yeni bir işə gedərsiniz, orada bir yenilik görərsiniz. O demək deyil, yəni yeni bir sevgi də tapa bilərsiniz, amma bir sözüm yox. Amma bu kartın mənası odur ki, yeniliklər, yeni bir başlanğıclar görəcəksiniz həyatınızda. Çox qəşəng kartdır. Çəkin, qoyun telefonunuzun ekranına. Çox qəşəng kartdır. Belə. İkinci variant da belə getdi. Gəlin baxaq görək. Üçüncü variantı seçənlər sizdə nə görünür? Nə yenilik olacaq? Ola bilsin ki, xanımlar, baxın, birinci, ikinci dəstədə mən yeniliklər dedim, düzdür. Amma ola bilsin ki, indi sizdə yenilik olmaya bilər.
monoton ola bilər. Çünki bir həftəlik müddətdə, yəni şəxsən mənim hər həftəm dəyişik keçmir. Eləsi olur ki, monoton olur. Yəni eləsi olur ki, heç maraqsız olur, çox qəmli olur. Yəni belə hallarla rastlaşırıq da hər birimiz. Birinci sıra iş və maddiyyatla bağlı görək nə çıxır. İkinci sıra sevgi həyatımızla bağlı. Baxaq görək nə çıxır. Və bir də həftəmiz hərəkətli mi olacaq, buna baxaq. İş həyatımız. Baxın, belə bir şey deyim. Bəzilərinizin iş həyatında ola bilsin ki, işləyirsiniz, sizin öz işiniz var. Fərq yoxdur, özəl olsun, dövlət olsun, bir işiniz var. Həmin o işdə harasa dəvət ala bilərsiniz və harasa qonaqlığa, məclisə, toya dəvət ala bilərsiniz. Bəzilərinizin iş prinsipi var ki, başqa bir ölkədə və yaxud da ki, öz işimi qurum, kiçik də olsa öz biznesimdən başlayayım. Belə bir düşüncələriniz var. Axtarırsınız, araşdırırsınız, oturub yerində sayan bir insan deyilsiniz. Hər daim hərəkət eləyirsiniz və hərəkət eləyəndən sonra da oturub çox düşünürsünüz. Biri var ki, hərəkət eləyəsiniz, ondan sonra həmin o hərəkəti icra eləyəsiniz. Bir də var ki, düşünürsünüz və oturub çox fikirləşirsiniz bu barədə ki, görəsən mən bunu eləyim yoxsa yox. Dediyim kimi, harasa dəvət ala bilərsiniz, harasa gedə bilərsiniz. Amma bu dedikləriniz olacaq. İnşallah ki, olacaq. Amma bunun üçün bizə zaman tələb olunur. Yəni, üzümüzə gələn bu bir həftədə bunun reallaşmasını görə bilmərəm mən. Deyə bilmərəm mən. Amma düşüncələriniz çox gözəldir. Düşüncələriniz çox sağlamdır. Düşüncələriniz çox, necə deyim, özünüzü irəli aparmaq üçün çox gözəl bir vasitədir. Nə demək istədiyimi çox gözəl başa düşürsünüz. Çünki yenə deyirəm, özünüzə bir iş qurmaq istəyirsiniz, bəlkə də kiçik biznesdən başlamaq istəyirsiniz, amma bunun üçün vaxt tələb olunur. Hal-hazırki vəziyyət üçün düzdür. Maddi tərəfdən çox sıxıntı çəkirsinizsə, kimsə tərəfdən sizə köməklik olunacaq. Bunun öhdəsindən gələcəksiniz, amma iş baxımından sırf iş qurmaq istəyirsinizsə və yaxud da ki, işdə irəliləmək istəyirsinizsə, çox gözəl planlarınız var, düşüncələriniz var, amma bunun üçün bizə vaxt tələb olunur. Sırf bu kart çıxmasaydı, mən deyərdim ki, bu həftə bunlar həll olunacaq, bu həftə bunlar olacaq. Amma bu kart çıxdığı üçün mən deyə bilərəm ki, bu həftə yox, üzümüzə gələn həftədə bunlar olmayacaq, amma ondan sonra inşallah ki, olar. Baxaq görək, sevgi həyatında. Bəzilərinizin həyatında elə bir insan var ki, ola bilsin bu insan evlidir. Çox yükü var üstündə, çox ağırlıqları var və çox qorxaq bir insandır. Baxın, iki yerə böləcəm. Bəziləriniz də evlidir, qorxaqdır, heç bir addım atmır, amma sizə qarşı duyğular da var. Çox ağırlıq, çox, necə deyim, özünü ağırlıqda hiss elədiyini düşünür. Bunu da bəlkə də sizə yansıdır. Belə bir insandır. Bu insandan addım gözləyirsinizsə, bu insan bəhanə ilə sizə yazacaq. Bu heç. Bəzilərinizdə isə ola bilsin bu insan evli deyil. Çünki hər biriniz evli deyilsiniz də. Subay bir insanla münasibət qura bilərsiniz. Bəzilərinizə çox egoist bir insandır. Narsist bir insandır. Özünü daha çox sevən bir insandır. Amma sizə qarşı duyğuları var. Bunu da çox bəlli eləməyi sevmir. Evli bir insanla münasibətdə olan fərq yoxdur. Hər kimsə varsa, bu insandan sizə addım gələcək. O addım olacaq ki, qorxaraqdan, amma bəhanə ilə bir addım gələcək. Amma narsist bir insanla, subay bir insanla münasibətdəsinizsə, bu insandan sizə addım görmürəm, amma onun sizə qarşı duyğuları var, düşüncələrindəsiz, amma çox narsist və egoist bir insandır. Bunu deyə bilərəm. Belə. Üzümüzə gələn həftə. Baxaq görək. Həftəmiz hərəkətli mi keçəcək, yoxsa yox? Sizin istər iş baxımından olsun, istər sevgi baxımından olsun, bəzi şeyləri arxanızı çevirdiyinizi görürəm.
Bəzi şeyləri yenidən başlamaq istədiyinizi görürəm. İstər sevgi olsun, istər yeni bir iş olsun. Bəziləriniz bəlkə də bu ölkədən çıxıb getmək istəyirsiniz. Düşünürsünüz ki, mən başqa bir ölkədə, başqa bir yerdə daha xoşbəxt olaram. İstər yenə deyirəm, iş olsun, istər sevgi həyatı olsun ki, bu ölkədən, yaşadığınız yerdən çıxıb getməyə daha üstün bilirsiniz. Yəni arxanızı çevirib daha çox getməyi düşünürsünüz. Yenə deyirəm, təkrarçılıq kimi olmasın. Bu dediklərim üzümüzə gələn həftədə olan sizin düşüncələrinizdir. Üzümüzə gələn həftədə yəni bunları düşünə bilərsiniz. Düşünə bilərsiniz ki, mən bu ölkədən çıxıb getmək istəyirəm və yaxud da ki, bu insana arxamı çevirib tamamilə yeni bir həyata baş qoşmaq istəyirəm və buradan çıxıb getmək istəyirəm. Ümumiyyətlə, sizin psixologiyavızı elə bir halda görürəm ki, ümumiyyətlə çıxıb getmək istəyirsiniz buradan. Belə. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Yaxşı ki, varsınız. Öpürəm sizi çoxlu-çoxlu. Özünüzə yaxşı baxın. Yaxşı ki, varsınız. Kommentariyada özünüzü göstərin. Görək, belə açılımlar eləyimmi, yoxsa konsepti dəyişəkmi? Məncə belə daha yaxşıdır, amma sizin də fikirləriniz önəmlidir. Öpürəm sizi, özünüzə yaxşı baxın. Yaxşı ki, varsınız. Yaxşı ki, mənim izləyicimsiniz və sizi çox istəyirəm.